Nizami rayonu Qaraqarayev 124 ünvanında şikayət daxil oldu ki, kütləvi şəkildə ağaclar kəsilir və ərazidə tikinti aparılır. İşçilərin heç birinin nə baş geyimi yoxdur, nə də ki ərazidə tikintinin aparılması ilə bağlı məlumat verici lövhələr mövcud deyil. Yenə də qapını döyməyə çalışacağıq. Ərazidə hal-hazırda iş gedir, amma ki qapını açan hələ ki yoxdur. Mən sizin fəhliyə demişəm ki, burada səlahiyyətli şəxslərdən kim var? Fatura lazım, mən sizlə maraqlanaram. Bəli, siz maraq edin. Siz ümumiyyətlə kim oldunuz? Məsələ nə dəxli var, kim oldu? Məsələn, aidiyyatı var ki, biz gəlmişik burada. Dəxlisi olmasa biz Siz kim olub bura? Bizə şikayət daxil oldu ki, Kimdə şikayət? Kim eləyib şikayəti? Sakin. Sakin adın, familiyasını özünü təqdim edin. Necə ki, siz özünüzü təqdim etmirsiniz, mən də sizə onu məcbur deyiləm təqdim edim. Sonra bir də bu qapını açsın. Bizim suallarımızı cavablandıracaq şəxs kim olacaq? Yoxdur, məsul şəxs burada yoxdur. Məlumat verin, zəhmət olmasa. Yoxdur, yerində məsul şəxs. Məsul şəxs olanda məlumat verərsiniz. Nə vaxt gələcək? Siz məlumatsız gəlmişsiniz obyektə, nə bilim? Mən kimə məlumat verməliyəm ki? Yox, mən məlumatı kimə verib gəlməliyəm ki? Sakin ad familiyasının kimdir? Sakin, bəli, bizdə görüntülər var. Sən çox yüz söz deyə bilərsən, sakini gətir bura. Məndə görüntü var, görüntü. Bəli, göstər yenə. Bəli, görüntü var. Zəhmət olmasa qara və ya səlahiyyətli bir şəxsi dəvət edin. Sakin söz deyə bilərsən. Cəmaət Özünü təqdim etməyən bir şəxs bizə hədə-qorxu gələrək siz kimsiniz, sizin səlahiyyətiniz yoxdur burada çəkiliş etməyə deyən bir şəxs içəri girdi və üzümüzə qapını bağladı. Təbii ki, biz də ərazidə öz işimizi görürük. Bizə məlumat daxil oldu ki, ərazidə kütləvi şəkildə ağaclar kəsilir və yerində bina tikilir. Onu da qeyd edim ki, binanın tikintisi ilə əlaqədar ərazidə heç bir məlumat verici nə lövhə yoxdur, nə də ki, içəridə işləyən fəhlələr, eləcə də ustaların nə baş geyimləri, nə də təhlükəsizlik tədbirləri onlar üçün görülməyib.